Salam, hər vaxtınız xeyir olsun, hörmətli Ambaq TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsində şəxsi özdə tikilmiş 4 mərtəbəli, yəni aşağı hissəsində də əlavə olaraq otaqlar yerləşən, görünən hissəsində, gördüyünüz kimi görünən hissəsində bu hissədə 3 dənə mərtəbədir və 1 mərtəbədə aşağıda yerləşən şəxsi özünə tikilmiş evin üzəri ağlayla, bahalı ağlayla işlənilmiş bir ev misasa çıxıb. Evin aşağı hissəsində gördüyünüz kimi market fəaliyyət göstərir. Ev tam təmirlidir, özünə tikilmiş evdir. Otaqların sayı 7 və bir əlavə olaraq bir də böyük bir mətbəxi var. Əlavə olaraq aşağı mərtəbədə və bu hissədə gördüyünüz kimi əlavə olaraq obyektdə istifadə eləmək olur. Pilləkəni də ayrıcadır. Mağazanın, yəni marketin aşağı hissəsində podvalı da var, yəni mal yığmağa əlavə olaraq o içəridən yerləşir və burada da əlavə olaraq obyekt eləmək olar. Ev gördüyünüz kimi möhtəşəm bir evdir. Tam təmirlidir. Bura evin giriş qapısıdır. Bu qapıdır. Burada maşın salmağı darvazası da var. Ayrıca hamısı. Daxil oluruq evin içərisinə. Həyətə rahat 2 maşın daxil olur. Evin ön hissədən də görünüşünü göstərimsə, çox möhtəşəm evdir. Şəxsi özünə tikilmiş ev. 8 daş kürsüdən ibarətdir. Həyətin tam etin ev sahibi tərəfindən quraşdırılacaq. Burada birinci mərtəbədə aşağı hissədə, daha doğrusu aşağı hissədə mətbəx, böyük bir mətbəx yerləşir. Təxminən mətbəxin ölçüsü 25-26 kvadrat olar. Yay mətbəx kimi buranı istifadə etmək olar. Və istipoldan ibarətdir yeri. Əlavə olaraq burada su krantı da yerləşir. Buradan pilləkənlə qalxırıq və evə daxil olmamışdan qabaq əlavə olaraq evin sağ tərəfində belə bir kladovka yerləşir. Gördüyünüz kimi artıq əşyaların yığılması üçün əlavə bir otaqdır. Buradan daxil oluruq evin içərisinə. Bura evin giriş dəhlizidir. Yer hissəsi, yəni yeri tam istipoldan ibarətdir. Gördüyünüz kimi əlavə olaraq alt paltaların asılması üçün əlavə şkafda quraşdırılıb burada. Mərtəbələr arası hamısı monolit betondur. Pilləkənlər mərmərdən quraşdırılıb. Gördüyünüz kimi pilləkənlərin mühəccərləri də bahalı dəmirdən yığılıb. Buyurun, baxın. Daxil oluruq ikinci mərtəbədə yerləşən dəhlizə. Dəhlizin döşəmə hissəsi istipoldan ibarətdir. Buradan eyvana giriş var. Bu hissədən də eyvan var, eyvana giriş var. Buradan daxil oluruq dəhlizdən mətbəxə. Mətbəxə girəndə böyük bir mətbəx belə quraşdırılıb burada. Bahalı mətbəx belədir, gördüyünüz kimi. Bütün əşyalar burada qalacaq. Bahalı soyuducu, mikrovalnova peşlərdir 2 dənə. Paltar yuyan maşın, bahalı paltar yuyan maşın və qab yuyan maşın da yerləşir burada. Qapılar bahalı qapılardır. Kamerada quraşdırılıb, gördüyünüz kimi bu kameranın ekranıdır. Eyvana buradan giriş var. Eyvanın qapısı da çox bahalı dəmirdən yığılıb. Çıxırıq buradan ikinci mərtəbənin eyvanına və gözəl bir mənzərə açılır buradan. Məktəb bu hissədə yerləşir binanın yanında. Buradan şəhərin mikrorayon hissəsi də görünür. Eyvanın məhəccərləri də bahalı dəmirdən yığılıb.
Üzü də bahalı ağla ilə üzlənib. Bir sözlə keyfiyyətli materiallardan ev tikilib və təmiri də olunub. Döşəmə hissəsi bir daha deyirəm, mətbəxin də və dəhlizin də döşəməsi istipoldur. Buradan daxil oluruq evin qonaq otağına. Buyurun, baxın. Qonaq otağı da gördüyünüz kimi Euro remont təmirləndir. Bahalı abo ilə üzlənib divarlar. 3 yerdən pəncərəsi var. Hətta 4 yerdən. Buyurun, baxın. Kombi istilik xətləri hal-hazırda işlək vəziyyətdədir. Bu ikinci pəncərədir zalda. Gördüyünüz kimi bura. Üçüncü pəncərə, dördüncü və 5 dənə pəncərəsi var salın. Bir daha təkrar edirəm, mərtəbələr arası hamısı monolit betondandır. Çırı dəhlizə, dəhliz də gördüyünüz kimi tavan hissəsi gözəl işlənilib. Və bura pləkanın giriş hissəsi də gördüyünüz kimi tam təmirlidir. Dəhlizdən daxil oluruq yataq otağına. Yataq otağı da Euro remont təmirləndir. Yataq otağının mebelləri də gördüyünüz kimi satışdan sonra qalacaq. Keyfiyyətli materiallardan istifadə olunub. Pəncərəsi də buradadır. Çıxırıq yenidən dəhlizə. Daxil oluruq digər bir yataq otağına. Bu yataq otağı da gördüyünüz kimi Euro remont təmirləndir. Çıxırıq yenə də dəhlizə və ikinci mərtəbədə yerləşən digər bir balkona, yəni eyvana daxil oluruq buradan. Gördüyünüz kimi eyvan da böyükdür və eyvanda bu hissədə sanitar qovşaq da yerləşir. Buyurun, baxın. Sanitar qovşaq da Euro remont təmirləndir. Bahalı kafir metalına yığılıb. Və eyvanın hər tərəfinə, binanın hər tərəfinə eyvandan keçid var. Trafda yerləşir burada. Buyurun, baxın. Geniş bir eyvandır. Hər iki tərəfdən, binanın hər iki tərəfindən keçid var. Yəni möhtəşəm bir evdir. Yəni özdə şəxsi tikilmiş evdir. İstilik xətlərini, yəni istipolun xətləri hamısı burada yerləşir, girişi. Evdə Wi-Fi, telefon, kamerada fəaliyyət göstərir. İkinci mərtəbədən qalxırıq. Üçüncü mərtəbəyə pləkanlar da mərmərdən işlənib, yəni yığılıb. Və ikinci mərtəbənin dəhlizinə daxil oluruq buradan. Gördüyünüz kimi həcərlər də hamısı bahalı materialla işlənilib. Eyvanın qapısıdır bura. Buradan yenidən daxil oluruq eyvana. Üçüncü mərtəbədə yerləşən eyvana. Gözəl mənzərəsi var. Dəhlizdən daxil oluruq üçüncü mərtəbədə yerləşən yataq otaqlarının birinə. Burada tam təmirlidir gördüyünüz kimi. Pəncərələri də hamısı 4 dənə pəncərəsi var daha doğrusu. Buranın da istipolu, yəni ki döşəmə hissəsi istipoldur daha doğrusu. Daxil oluruq buradan digər bir yataq otağına. Buradan da gördüyünüz kimi böyük bir yataq otağı var burada da. Kondisionerlər də hamısı qalır. 6 dənə kondisioner var otaqlarda. Çıxır yenidən dəhlizə və 3-cü mərtəbədə yerləşən sanitar qovşağa daxil oluruq. Sanitar qovşağı da gördüyünüz kimi bahalı kafir metalla üzlənib. Badminton patologdur hamısı.
istipoldan ibarətdir, dəhliz istipoldur. Və bura qonaq otağıdır. Qonaq otağına da daxil oluruq. Gördüyünüz kimi böyük qonaq otağıdır. Tam təmirlidir. 2 dənə pəncərəsi var. Biri burada, biri də o hissədə. Bir sözlə bu ev şəxsi özünə tikilmiş evdir. Euro remont, yəni euro təmirlə inşa edilib, təmir olunub daha doğrusu. Və bu otağı da sizə təqdim edim. Buyurun, baxın. Bilməm göstərdim yoxsa yox. Bir daha təkrar ola bilsin çəkiliş aparıram. Hörmətli izləyicilər, buradan düşürük yenidən birinci mərtəbənin, daha doğrusu ikinci mərtəbənin dəhliz hissəsinə. Bir daha təkrar edirəm, evdə gördüyünüz əşyaların hamısı qalır. Giriş qapısı da gördüyünüz kimi çox gözəl işlənilib. Bunların hamısı dəmirdən yığılıb, daha doğrusu. Buyurun, baxın. Dəmirdə hamısı qapının girəcəyi, evin girəcəyi daha doğrusu. Və hörmətli izləyicilər, bir daha təkrar ev yerləşir Biləcəri qəsəbəsində. Məlik Aslanov küçəsində dayanacaqdan harasa 250 metr məsafədə 4 mərtəbə, bir market, 2 dənə də əlavə olaraq aşağı hissəsində obyekt var. Özünə şəxsi tikilmiş evdir. 7 otaqdan ibarətdir, daha doğrusu 8 otaqdan ibarətdir. 3 balkondan ibarətdir ev. Bu evin ilkin qiyməti 330.000 manatdır. Real alıcıya endirim olacaq. Möhtəşəm bir evdir. Real alıcıya da endirim olacaq. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkür edirəm sizə görə.